Allah Qurani Kərimdə Peyğəmbəri insanlar üçün gözəl bir nümunə adlandırır. Allahın Rəsulu sizə, Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. Əl-Əhzab surəsi 21-ci ayə. Bir kəsin nümunə olması, ondan sonra gələnlərin ona tabi olması deməkdir. Əgər onun qoyduğu yol, sünnə, qorunmayıb itmişsə, bəs biz ona necə tabi ola bilərik? Biz Peyğəmbərin sünnəsi ilə ibadətlərin necə edilməsini, namazı neçə rükət qılmağı, nikahı, orucu və digər bütün dini ayinləri sünnədən ətraflı şəkildə öyrənirik. Sünnə olmasaydı və itib getsəydi, bunları hardan və necə biləcəkdik? Əgər bunlar vəhy olmayıb, qorunmasaydı, biz günümüzə qədər bu hökmləri hardan və necə götürəcəkdik? Uca Allah Qurani Kərimdə bildirir ki, Peyğəmbərin Quran ayələrinə verdiyi izahat öz başına yox, vəhy nəticəsində olmuşdur. O keyfi istəyəni danışmır. Bu ancaq Allahdan nazil olan bir vəhiydir. Ən-Nəcm surəsi 3-cü və 4-cü ayələr.